Hoş gəlmisiniz. Bugün günlük vlog çəkirəm. Yəni hər şey daxil olacaq vlogda. Kimi burada makyaj məhsullarımın hər birini açmışam. Çünki makyaj eləyirəm. Gedəcək yerimiz var. Hər birini vlogun ilərləyən saatlarında, ilərləyən dəqiqələrində daha doğrusu görəcəksiniz. İndi makyajımı eləyim, hazırlaşım tam şəkildə. Nəticəni sizlərlə bölüşəcəm. Burada makyaj edə vloga baxıram mən də. Şəkildə. Ümumiyyətlə mən çalışıram ki, yerli blogerlərə həmişə YouTube'da dəstək verim. Tək YouTube'da deyil, Instagram'da və TikTok'da da belədir. Onlar yeni video paylaşan kimi əgər vaxtım varsa izləyirəm və like edirəm. Düşünürəm ki, biz ətrafa qarşı necə olsaq, həyat da bizə elə enerji ilə gəlir. Arada bu otaq parfümdür, Faberlic'dən əldə etmişəm. Bəyənərək istifadə edirəm. Bu arada Alisa aşağıda oynayır. O oynayana qədər mən də hazırlaşıram. Makyajımı tam bitirdikdən sonra dodaq kombomu keçirəm. Golden Rose və Miss Days mənim üçün ən gözəl ikilidir. Düşünürəm ki, həm uyğun qiymətlidirlər, həm də ki, keyfiyyətləri mükəmməldir. Sonda isə bu kombonun üstündən bir dənə lip gloss vurdum və salam. Bu arada Faberlic'in bu tempaliti də çox qəşəngdir. Həm qiyməti münasibdir, həm keyfiyyəti çox yaxşıdır. Eyni zamanda rəngləri də gündəlik istifadəyə uyğundur. Bu qabı mən Temu'dan sifariş etmişdim. Eyni ilə bu darağı da. Alisa'nın çantasını götürdüyüm üçün bütün məhsulları baxın bunun içinə qoyuram. Sonra isə Alisa'nın çantasına yerləşdirirəm. İndi isə Alisa'nın çantasını hazırlayaq. Bu arada bunu şeyə görə qoymuşuq. Bu şkafı Alisa üstünə aşırmasın deyə. Baxın, bir bu tərəfindədir. Elə bir tərəfindədir. Yadımdan çıxıb elə bildim ki, tərəfinə qoymuşuq. Alisa'nın çantası əslində biraz hazır olur. Baxın, burada pampeslərini falan hazır qoymuşam. Sadəcə içinə əlavə bir geyim daha da qoyacağım ki, əgər kirlədi beləsə, onu geyinsin bu şəkildə. Burada darağı filan, baxın, burada darağı filan hər şeyi var. Dəsmalları da var, fartuxu da var. Belə. Sadəcə əlavə geyim qoyuram. Bu çanta yəni həmişə belə hazır vəziyyətdə olur. Əlavə olaraq Alisa'ya bir dəst geyim qoyuram. Ola bilər ki, orada üstünü kirlətsə, hazır əlimdə geyim olsun. Papışlarını da Temu'dan əldə etmişdik, çox bəyəndik. Bayaq hazırladığım kiçik makyaj çantasında bunun içərisini yerləşdirirəm və hazır. Bu arada gedəcəyimiz yeri sizə demədim. Dayım oğlu əskərlikdən gəlir, onun yanına gedirik. Əskərlik yığıncağı kənddə olacaq, ona görə də belə qalın geyinmişəm. Üstümdəkini Trendyoldan əldə etmişdim 2 il bundan qabaq. Şalvarı isə bacım almışdı, ona balaca olduğu üçün mənə verdi. Mən kombinim və makyajım full hazır olduqdan sonra ətr vururam. Libre'nin ətrini yəqin ki, çoxlarınız bilirsiniz. Çox qəşəng qoxusu var. Ətirlərimin içərisində bunu, bir də Chanel'i çox bəyənirəm. Dikcə alaram dediyim ətirlərdir. Alisa'nın kombinini geyindirməmişdən qabaq istədim sizlərə göstərim. 2 ədəd belə bantiki var. Bunları saçlarına taxacam. Bir ədəd belə koftası var. Bunun içi çox qəşəng qalındır. Temu'dan əldə etmişdim. Yəqin ki, Temu'da görmüş olarsınız. Baxın, üstünün materialı falan da çox qəşəngdir. Bu şalvarı da, cinsi də eynən Temu'dan sifariş etmişəm. Baxın, bunda qəşəng belə mirvariləri var. Bunu birinci səfər geyindirəcəm bu arada. Olmurdu Alisa'ya görə, indi olacaqmı? Kombinini də geyinsin, tam şəkildə sizə göstərəcəm. Bu arada Alisa'nın saçı çox seyrəkdir. Əslində doğulandan bu yana saçlarını bir dəfə də olsun kəstirməmişik. Yəni öz saçıdır. Bu adam dedi kəstirin. Amma nə yoldaşım, nə qaynanam, nə də ki mən istəmədik. Düzdür, hələ də saçları balacadır, yəni tam uzanmayıb. Amma əvvəlkinə baxanda həqiqətən də çox fərq var. Yəqin ki, mən Instagramdan izləyənlər Alisa'nın balacalığını görür. Əvvəl heç saçlarını keçi yığa bilmirdim, amma indi rahatlıqla yığa bilirəm. Yəqin ki, zaman keçdikcə daha da uzanar və gürlaşar. Bu arada qızlar, videoda baxıram, bayağı bir kökəlmişəm. Düzdür, arıqlamağı fikirləşirəm. Amma nə edim, necə başlayım, hələ ki onu bilmirəm. Ən əsası şirniyyatı və çörəyi ciddi şəkildə azaltmalıyam. Bir də bayram vaxtı çox yedim həqiqətən. Salatlardan, nə bilim, kabab filan. Ona görə də ciddi nəzarət lazımdır. Gərək arıqlamağa başlayım. Mən ümumiyyətlə heç vaxt 60 kilodan yuxarı çıxmamışdım. Amma hal-hazırda 64 kiloyam və hədəfim də 58 kiloya düşməkdir. Yəni əvvəlki kiloma. Elə də çox böyük fərq yoxdur. Həm də ödəm də məndə çoxdur. Şəkildə arıqlamaq lazımdır. Bu Faberlic'dən olan murmur ətri də Alisa'ya istifadə edirəm. Çünki çox qəşəng pudramsı və yüngül qoxusu var. Ona görə də düşünürəm ki, bu əsl Alisa'nın qoxusudur. Bu arada Alisa'nın əynini geyindirmişəm. Çox şirin görsəniz. Birazdan evdən çıxmaq lazımdır və mən sizə total lookumuzu göstərim. Paltomu keçən il Temu'dan almışdım. Keyfiyyəti çox qəşəngdir. Ayaqqabılarım da Temu'dandır. Bu arada mən əslən Seyfəldənəm, yəni Şəmkirin kəndidir. Orada anadan olub, orada böyümüşəm. Sadəcə olaraq kursa Gəncədə getmişəm, universiteti isə Bakıda bitirmişəm. Hazırda isə rayonda yaşayıram. Ömər Oruc sarayını da
bütün seyfəllər məncə çox yaxşı tanıyır. Bütün xeyir işlər demək olar ki, burada olur. Bir də Dostluq Şadı Sarayı, onu indi göstərirəm sizə. Qonaqlıqdan çox videolar paylaşmadım, çünki heç kimin videoda düşməyini istəmirəm. Sonra mənə problem olmasın deyə ancaq özümü çəkdim və qısa kadrlar təbii ki də. Bu arada biz kənddə dayımgillə qonşuyuq. Hal-hazırda bizim evin arxa tərəfini görürsünüz videoda. Gələcək videolarda mən sizə öz ata evimi də göstərərəm. Yəqin ki, bir çoxunuza maraqlıdır. Qonaqlıqdan çox kadrlar paylaşmadım. Ondan sonra da zaten evə gəldik. Alisanın məhsulları gəlmişdi. Kabritadan sifarişlərimiz. Kabritanın bütün məhsullarından razıyam və Alisa da hər birini sevir. Xüsusilə də bu pürələrinə bayılır. Ona görə də pürələrin hər növündən demək olar ki, alırıq. Peçenyələrini isə adətən bananla qarışdırıb verirəm. Aşalarını isə yüngül yemək olsun deyə səhərləri. Tək Alisanın sifarişləri yox, eyni ilə mənim sifarişlərim də gəlmişdi. Taflarenin mədə üçün olan məhsulunu mən istifadə edirəm. Kolesterol üçün olan məhsulunu isə yoldaşım. İkimiz də çox razıyıq. Həqiqətən faydasını görürük, ona görə də tez-tez alırıq. Məndən izləyicilərim tez-tez soruşur Alisaya hansı bezlərdən istifadə etdiyimi. Yəni həm qiyməti münasibdir, həm də bəyənirəm. Yəni Alisaya düşür deyə Paddersdən istifadə edirəm. Hal-hazırda 7 nömrəsinə keçmişik. Alisa imkan versə göstərərdim. Baxın, buradadır. 7 nömrəsinin bəzəyi biraz fərqlidir. Məsələn, 6 nömrədə daha fərqli idi. Alisa artıq 7 nömrə istifadə edəcək. Özünə pampersi taxmağa çalışır. Elə Alice, elə. Sən özün taxma, amma taxmasın. Elə. Can. Gəl fartuğunu çıxardaq. Gəl. Dizini göstər. Vlog biraz qısa oldu. Ona görə də bir sonraki günü də əlavə etdim. Səsimə görə üzürlü sayın, biraz qrip olmuşam. Deməli, burada sizə nəyi göstərmək istəyirəm? Bu gördüyünüz Hindistan cevizi yağıdır. Trendyoldan sifariş etmişəm. Çox vaxtı kofemi belə içirəm. Həm gözəl kakos qoxusu gəlir, həm də ki faydalıdır. Bu yağı nəinki kofe üçün, eyni zamanda saçların uclarına da vurmaq üçün istifadə edə bilərsiniz. Saçların uc hissələrini hamarlaşdırır və saç qıranı aradan qaldırır. Mən bunu hardasa bir il bundan öncə almışam. İndi linkdə varmı, yoxmu bilmirəm, amma razıyam. Bu arada biz həmişə kofe olaraq Nescafe Gold alırıq, çünki onun dadını bəyənirik. Mən kofeni adətən şəkərsiz istifadə edirəm. Şəkərsiz içəndə elə hesab edirəm ki, əsl kofeni içirəm. Ona görə də həmişə şəkərsiz olur məndə. Bu arada qızlar, mən Alisa üçün Temudan belə bir oyuncaq sifariş etmişdim. 1-2 yaş aralığı uşaqlar üçün ən ideal oyuncaq budur. Temuda fərqli növləri var idi, yəni ev heyvanları, quşlar və yaxud da ki, balıqlarla bağlı. Mən özüm belə vəhşi heyvanlar olanı seçdim. Burada artıq sağollaşırıq. Ümid edirəm vloqum sizlər üçün faydalı və maraqlı oldu. Çalışdığım qədər sizlər üçün həftədə 2-3 dəfə vloq paylaşacağam. Tək istəyim isə kanalıma abunə olaraq mənə dəstək olmağınızdır. Videonu bəyənməyi və rəy bildirməyi unutmayın.